Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi öz gözəl Quran avazı ilə artıq inamın işığında tam cəsarətlə deyərəm ki, yüz minlərin sevimlisinə çevrilən və siz onu inşallah görmüsünüz inam verilişində. Vəfalı inam sevərlərindən belə arzu olaraq televiziya verilişimizdə də, canlı yayımda da görəcəksiniz. Çox nurlu bir simadır. Həm də 2-ci Qarabağ vətən müharibəsinin iştirakçısıdır. Turgut Alışov. Turgut, xoş gördük. Xoş gördük değerli Seyidim. Ben de ilk önce sizi ve değerli izleyicilerimizi, dinleyicilerimizi Uca Allah'ın salamıyla salamlayıram ve dəvətin üstündə ayrıca sizə dərin minnətdarlığımı bildirirəm. Var olasınız, var olun. Sizin kimi Azərbaycanın mənəvi mühitində gənclərin inamın işığında olması dini mühitin uğurudur və düşünürəm ki, qalib sərkərdəmiz tərəfindən dini komitənin tabeliyində Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının nə qədər doğru və düzgün bir qərar olduğunu açıq işarələrini deyil, sübutunu elə inam verilişində görə bilirik. Bax, sizləri gördükdə. Turgut, niyyət bəllidir, amin. Azərbaycan şəhidlərinin sərvəri Seyid Mübariz İbrahimov, Fərid Əhmədov, general şəhidimiz Polad Həşimov, 1-ci və 2-ci Qarabağ müharibəsinin aslanları, şəhidlərimiz, onların əziz ruhları üçün ehsan niyyət edəcəksiniz. Ayrıca olaraq mənəvi dəyərlərimizin, Peyğəmbər və Əhl-i Beyt irsinin ən böyük təminatçısı olmuş Ulu Öndərimiz Heydər Əliyev cənablarının, hörmətli Zərifə xanımın, bir də ki, bu an bizi dinləyən və bizi izləyən, apardığımız bu ideoloji maarifləndirmə işinin əhəmiyyətini idrak edərək, bizləri də dualarında unutmayanların da vəfat etmişləri üçün ehsan olsun. Sözün varsa buyur. Cümləmizdən. Ya Allah, Bismillah. Qoy Quranımız susmasın, qoy bayrağımız enməsin, qoy Allah oxunan mübarək kəlamları haqq sahiblərinə agah etsin, xəbərdar etsin. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم آمن الرسول بما أنزل إليه من ربه والمؤمنون كل آمن بالله وملائكته وكتبه ورسله لا نفرق بين أحد من رسله وقالوا سمعنا وأطعنا غفرانك ربنا وإليك المصير لا يكلف الله نفسا إلا وسعها لها ما كسبت وعليها ما اكتسبت ربنا لا تؤاخذنا إن نسينا أو أخطأنا ربنا ولا تحمل علينا إصرا كما حملته إصرا كما
حملته على الذين من قبلنا ربنا ولا تحملنا ما لا طاقة لنا به واعف عنا واغفر لنا وارحمنا أنت مولانا فانصرنا على القوم الكافرين صدق الله ربنا الأعلى اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار على رسول الله وآله الأطهار. Teşekkür edirəm Turgut. Allah səndən razı olsun. Əziz və vəfalı inamsevərlər, müqəddəs şəhidlərimizin, mübarək haqq sahiblərinin əziz ruhları üçün Quran kəlamlarını həyata keçirən diqqətinizə çatdırmaq istəyirəm ki, Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi, gələcəyinə çox böyük ümidlər bəslədiyim və inamın işığında artıq 100 minlərin sevərək görmək istədiyi Turgut Alışov idi. Həm də 2-ci Qarabağ müharibəsinin iştirakçısı. Turgut, Allah səsinə, nəfəsinə, elminə güc versin. Allah bu sənin zahiri, batini gözəlliyini bütünlüklə tamamlasın. Oxuduğun mübarək kəlamların tərcüməsini də söyləsəniz, bilməyənlər bilsinlər. Çünki verilişimiz maarifləndirmə işinə xidmətdir. Buyurun. Təşəkkür edirəm. Əziz Seydim, oxuduğum Allah sizə ayələr, əziz qərar versin. oxuduğum ayələr Bəqərə surəsinin 285-286-cı ayələri idi. Belə ki, buyurulur: Əminər Rasulü bimə unzilə iləyhi min rabbihi vəl mu'minun. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm və möminlər Rəbbindən ona nazil edilənə iman gətirdilər. Kullun əmənə billahi və mələikətihi və kutubihi və rusulihi. Onların hamısı Allaha, mələklərinə, kitablarına və elçilərinə iman etdilər. La nufarriqu beynə əhədin min rusulihi. Onlar dedilər ki, biz onun peyğəmbərləri arasında fərq qoymuruq. Və qalu səmi'na və ata'na. Və dedilər, eşitdik. Onlar deyirlər ki, eşitdik və itaat etdik. Ğufranəkə Rabbənə və ileykəl məsir. Ey Rəbbimiz, bağışlamanı səndən diləyirik. Axır dönüş yalnız sənədir. La yukallifullahu nəfsən illə vus'aha. Allah hər kəsi yalnız onun gücünün çatdığı qədər mükəlləf eləyər. Ləhə mə kəsəbət və aleyhə məktəsəbət. Onun qazandığı yaxşılıq onun xeyrinə, qazandığı pislik isə onun əleyhinədir. Seydim, icazə versiniz burada bir məqamı qeyd etmək. Buyurun. Belə, ayənin bu hissəsində kəsb etmək, qazanmaq dedikdə həm ümumi olaraq insanın etdiyi yaxşı əmələ nəzərdə tutulur, həmçində xüsusi olaraq halaldan qazanmağa da bunu aid edə bilərik ki, yəni buyurulur ki, hər kim halaldan qazanarsa, savabı özünədir, yaxşı bir xeyir əməl görmüş olar və həmçində kim haramdan qazanarsa, nəticədə pis əməl görmüş olar və onun məsuliyyətini daşımış olar, həmçində zərərin, günahın cəzasını çəkmiş olar. Mükəmməl, təşəkkür edirəm. Tamamladınız mı? Xeyr. Daha sonra buyurur, Buyurun, rahat. Rabbənə lə tuəxiznə innəsinə əv əxtəqnə. Buyurulur, möminlər deyir ki, ey Rəbbimiz, əgər unutsaq və ya xəta etsək, bizi cəzalandırma. Rabbənə və lə təhmil aleynə isran kəmə həməltəhu aləl-ləzinə min qablinə. Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi bizə də ağır yük, məsuliyyət yükləmə. Rabbənə və lə tuhammilnə mə lə taqata lənə bih. Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə daşıtma. Va'fu annə vəğfir lənə vərhamnə. Bizi əff et, bizi bağışla və bizə mərhəmət göstər. Əntə məvlənə fənsurna aləl qavmil kafirin. Sən bizim himayədarımızsan, kafirlərə qarşı bizə yardım et. Amin. Allah hər zaman yardım edər. Necə 44 günlük müharibədə ərşdə Rəbbim
zəfərimiz üçün ol dedi. İnşallah bütünlüklə də zalim və zülmkarlara qarşı, vətənimizə, dövlətimizə qarşı, bəd fikirlərə qarşı da Allah hər zaman xeyirlisi ilə bizə yardım edər. Allah səsinə, nəfəsinə, elminə güc versin. Mükəmməl ayə seçim etmisiniz. Elə bunun ardınca da müəlliminiz, ustadımız, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, ilahiyyatçı alim, Hacı Cavad məscidin imamı, sözün həqiqi mənasında əsl iman və əxlaq elm adamı İbrahim Quliyev davamını inşallah gətirər. Çox təşəkkür edirəm. İnşallah xanım redaktor arzularaq sizi İnamın işığında dəvət edəcək. Sizin kimi nurlu, gənc, potensial, gələcəyin din-dövlət münasibətlərinin möhkəmlənməsi yolunda töhfə verəcək aydınlarımıza çox böyük, zəruri ehtiyac vardır. Minnətdaram. Əziz və vəfalı İnam sevərləri, 104 FM sevilən radioda İnam verilişini dinləyir və YouTube kanalımızın mübarək səbəbi ilə izləyirsiniz. Quran kəlamlarını həyata keçirən bir daha təqdim edirəm. Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi, 2-ci Qarabağ müharibəsinin iştirakçısı Turqut Alışov idi.